Sizə nə göstərəcəm dostlar. Baxın, burada tənək ağac əkmişəm. Keçən ilin payızda əkmişdim. Baxın, uzanıb belə. Simlərlə bağlamışam ki, burada baxın. Belə uzansın belə. İndi bunu üzümün göstərəcəm sizə. Bu il ilk dəfə bunun üzümü necə olacaq ona baxacağım. Görürsünüz. Biri də burada var. Görün nə qəşəng. Sort üzüm deyə almışam qəşəng. Biri qara, deyəsən biri ağ almışdım. Görün maşallah maşallah. Bu il ilk üzümü yiyəcəm. Baxın, görək inşallah qara olar. Qara üzümü sevirəm, amma qəşəng qara olar. Bu mənim köhnə tənəyimdir. Əvvəlcə uzanıb. Bir də o birisini göstərəcəm sizə. Buradan mən düşüm. Yuxarıdan baxanda nə qəşəng görünür güllərim. İndi mən sizə nəyi göstərəcəm. Görürsünüz, bu tənəyi buradan əkmişəm. Bax, üzümün göstərdiyim. Baxın, kökü budur. Belə uzanıb. Görürsünüzmü? Hətta orada da balaca üzümləri görünür. Baxın, belə uzanıb. Orada qəşəng 2 dənə iri-iri salxımları var. Bu köhnə tənəyimdir. Və gəldi bu tənəyə. Və həmin üzümdən, tənəkdən aldığım tənəkdir. Baxın, eyni almışam bu tənəkdə. Eyni. Baxın. Həmin o göstərdiyim üzümü olan, ora kimi uzanan tənəklə eyni vaxtda almışam. Birin bura əkmişəm, birin ora. Bura az günəş düşdüyü üçün, işıq düşdüyü üçün bu belə zəif qaldı. Görək, bunu da uzada biləcəyikmi? Bunu da uzadıb buradan. Buradan uzadıb ora aparmaq istəyirəm. Görək, inşallah uzanar. Bu tənciyim yarpağa görə çox yaxşıdır, yəni yarpaq üçün. Amma heç yaxşı olmur üzümləri. Amma zəif gətirirdi. Amma gətirsə belə qəşəng gətirər. Belə şirin üzümdür. Qəşəng şirin yeməli üzümdür çünki. Az-az var üstündə bu hissələrində. Burada heç yoxdur. Bir də o bir hissələrində az-az var. Belə. Səhər-səhər həyəti göstərim. Bu da çaha toxumumuz.